Alyona söhbətini bağlamaq üçün nələr eləyirlər, nələr. Kişilikdən alma, barmaq sürkəliyirlər. Görmüsən barmaq sürkəliyir cəmaata. Kağılı verənlər, dəst keçənlər. Azıcık yeri satmış kişilər, kişicilə dırnaq arası. Siz son adı məğlum verirsiniz. İndi bu güya bu tərbiyəlidir də, güya bu yaxşıdır. Ay kişi, bunlar hamısı Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarıdır. Bunlar Alyona söhbətini bastırmaq üçün ortaya çıxıblar. Azərbaycanda ən böyük skandal nə oldu? Ən böyük skandalların biri də Fövqəladə Hallar Nazirliyinin, yadınızdadır o polkovnik, seksual polkovnikin o qızla sevişməsi skandala səbəb oldu və Kemaləddin Heydərov çox pis vəziyyətə düşdü. Və indi Alyona söhbətini nə bağlaya bilər? Qazi döydülər, bağlanmadı. Nə bilim, müəllimi güllələdilər, bağlanmadı. Bəlkə də yalan deyirlər, güllələnməyib. Ya bağlanmadı. Nə bilim, 50 cürə uğraşdı elədilər. 50 cürə meymunluq elədi, bağlanmadı. İndi yenə Fövqələdənin şöbə rəisinin seksi və bir qızı çıxartdılar ortaya ki, Fövqəladə Hallar Nazirliyinin şöbə rəisi mənlə seks eləyir. Və arvadınla bir yerdə də mənlə baxır, seks mənə. Nələr indi göstərəcəm. Yəni Alyona söhbətini bağlamaq üçün bunu eləyirlər. Hani polkovniki göstərin görək. Yaş sənlə seks eləyibsə, sənin pulunu verməyibsə, yəqin ki bir çəkibsən də ucundan qulağından şeyinin ucunu çəkibsən. Göstər görək. Bəlkə də çəkib, bəlkə də onu da göstərəcəklər. Əsas məsələ Alyona söhbəti bağlansın. Bu uşaqlar fövqəladə təmas elədi ki, bu insan işin başında olduğu müddət ərzində radiyada olduğu ərəfədə işindən vəzifəsindən sui-istifadə edərək gəlir, mənlə görüşür, idarə maşınında, təbii ki, mesajlar da var, səs yazılar da var, hamısının nömrəsini, hər şeyi mən saxlamışam yəni. Gəl mən orada sevişirim, noqqalardan çıxır, bilirsiniz necə, yəni tamamlıqla qalır məndən. Çünki mən bunu sındırmışam, arvadın yanında üzr istətdirirəm, yəni də hər şey boynuna alır arvadın yanında, arvadını götürüb yataq görüntülərimizi göndərmişəm, arvadı da bunu izləyir, baxır. Yəni düşün də biabırçılıqdır da yəni. Bunun özü Dövlət Təhlükəsizlik Xidmətinin adamıdır. Belə adamlar Alyona söhbətini bağlamaq üçün Dövlət Təhlükəsizlik Xidməti, gözəllik salonunda işləyənlər, nə qəhbələr, nə müğənnilər, hamısını atıb ortaya. Bugün anasının, arvadının ağzına verdiyim Tural Abbaslı, Gurgen var ya, götün oğlu göt. O zəhrili Gurgen. Hamısı Alyonanı dəstəkləyir. Mən də deyirəm, Alyona nəslinizə aybaşı olanda yalatdırsın. Nəslinizə yalatdırsın aybaşı olanda. Ay Qurban, ay Tural Abbaslı. Alyona sıçanda götünü dilinizlə təmizləyəsiniz. Belə şeylər qoyurlar, bunlar hamısı danışdırırlar, düzdür. Reallıqda həqiqi bir polkovnikin seksini də qoya bilərlər ortaya. Ya generalın seksini də qoya bilərlər ortaya. Alyona söhbətini bağlamaq üçün. Təsəvvür eləyirsinizmi nə gündədirlər bunlar?